Axşamın xeyir. Ağdaş rayon sakini insanlığını itirmiş, mənəviyyatını itirmiş uşaq oğrusu. Nəyə görə uşaq oğrusu deyirəm? Çünki 2 ildən çoxdur mən qızımı görə bilmirəm. Qızımın beyninə təzyiq edib öz yalanlarından, öz mənasız, məntiqsiz ideyalarından qızımı məndən uzaqlaşdırıb Qozayev və rəsmiyyədən gedir söhbət. İndi sizə bir video göstərəcəm, ondan sonra mövzuma davam edirəm. Arkadaşlar çok güzel. Şimdi biz piknik yapıyorsunuz. Ben Ağdaş'ta dediğim koşuya geldim. Bildiniz ki Ağdaş'ta da video çekiyorum. Şimdi burada çekin. Hadi yemeğe. Sen adın öyle. Arkadaşlar. Deməli dostlar, o mənim qızımdır. Gököynəkli Murad dostumdur. Bu da mənəm, qızımın atası. Deməli biz qızımla boşanandan sonra müəyyən bir müddətə qədər bir yerdə olmuşuq, gəlib gedib. Qızım məni hansı formada çox istəyir, bunu hamı bilir. Bunun məndə sübutları da var, bunun məndə videoları da var, şəkillər də var. Hər türlü mənim sübutum var əlimdə. Məsələ burasındadır ki, rəsmiyə mənlə prinsipə düşdü. Mən Amil Xəlilin verişinə çıxdım deyə, onu orada haqlı olaraq biabır elədim deyə. Adam özünə bir çəki düzən verər, adam özünə bir geri addım atmağı rəva bilər ki, onsuz da səhv günah məndədir də. Mən heç olmasa uşağın atasını daha doğrusu sınağa çəkməyim. Mən sizə videonu göstərdim, videoya baxdınız ki, uşaq məndən hansı formada mehriban olub, hansı formada məndən səmimi olub. O uşaq mənlə görüşənə qədər eyni formada idi. Mən ondan sonra uşağımı görə bilməmişəm. İndi rəsmiyə iddia eləyir ki, daha doğrusu iddia da deyil bu. Bu rəsmiyə yalan danışır ki, uşaq atasını görmək istəmir. Atası güya falan hərəkətlər eləyib, falan qızına qarşı və yaxud da ki, qızının anasına qarşı təsirlər eləyib. Rəsmiyə adamda bir mənlik olar. Sən otur bir fikirləş. Onsuz da mən bu videonu niyə çəkirəm? Bir mövzu oldu. O mövzu ilə bağlı bugün mən biraz depresiyaya düşdüm, biraz aqressivləşdim. Hirsimi səndən çıxıram, rəsmiyə. Adam bir oturar özündə fikirləşər ki, bu uşaq əgər atasını, mən cəmaata onsuz da yalan danışıram. Uşaqla bağlı, Əsmanurla bağlı, atasını görmək istəmir, atasını özünü öldürür, yıxır, yerə sürür ki, atası buna qarşı pis olub. Adamda bir ləyaqət olar da, adam bir oturar fikirləşər. Mən yenə deyirəm, mən sözlərimə danışdıqca fikir verirəm ki, sən məni şikayət edə bilməyəsən, mən səni təhqir eləmirəm. Sən onsuz da cəmaət səni söyür. Onsuz da sənin bu elədiyin, atdığın addımlara qarşı cəmaət səni söyür. Prosto mən səni təhqir eləmirəm. Mən mədəni formada sənin bunu çatdırmaq istəyirəm ki, sənin timsalında bütün hər kəsə ki, heç kim onsuz da sən inanmır. Sənin ortaya çıxartdığın iddialar gülməlidir. Cəmaət səni söyür, cəmaət səni təhqir eləyir, mən eləmirəm, cəmaət eləyir onu. Sənin atdığın addımda, sənin qızımı mənə göstərməməyində, irəli sürdüyün iddialarda cəmaət səni onsuz da qınayır. Ki, bu uşaq atasıyla necə mehriban olub, mən sənə o videoda bayaq göstərdim. Bunu əslində mən millətə yox, sənə göstərirəm ki, sən utan, biraz geri çəkil, biraz geri addımı at ki, onsuz da hamı hər şeyi bilir. O uşaq məni hansı formada çox istəyir, o uşağı mən bir çıxma vurmamışam, o uşağı mən xətrinə dəyməmişəm. Birdən-birə nə oldu ki, uşaq məni istəmədi? Rəsmiyə, və görsən, rəsmiyə xala da demirəm, rəsmiyə xanım da demirəm. Sən rəsmiyəsən mənim üçün. Bu da təhqir formasında yazılmasın, sən adın olaraq səni xitab edirəm. Nə oldu ki, birdən-birə uşaq məni görmək istəmədi? Sən onun özün-özə sual ver bir dənə fikirləş. Sən onun cavabını çox gözəl bilirsən, ha? Ən azından vicdanın varsa, heç olmasa uşaqla bağlı məni sınağa çəkmərsən. O uşaq atadan məhrumdur, məndəki uşaq anadan məhrumdur. Mən onun anasıyla bağlı bir mövzu açmıram, ha. Ən azından elə bir şərait yaratmalısan ki, uşaq, mənim qızım məni görsün, mənim oğlum öz anasını görsün. Elə bir səviyyəyə gəlib çatmışsınız ki, hər kəsdən qaçırsınız, uzaqlaşmısınız, evinizə qədər əlinizdən çıxıb, Ağdaş rayonundan çıxırsınız. Ağdaş rayonundan çıxıb gəlmişsiniz Bakıya ki, buna layiqsiz.
siz məni uşaqla, siz məni ailə ilə imtahan eləyəndə, mən də sizi bu şeylərlə imtahan eləyərəm. Qoyaram gözünüzün qabağına, qabağınıza qoyaram. Çıxılmaz bir çarəniz olmaz, qaçıb gedərsiniz hər kəsdən, hər şeydən. Öz yaşadığınız rayondan belə. Ki o da ki burada mən səni təhqir eləmirəm, mən səni şər atmıram. Şəri sən atırsan mənə. Montajdır, nə bilim, özü çəkib, nə bilim, vertolyotla gəldi, çəkdi, nə bilim, belə gizli söhbətlər eləmə. Uşağımı görmək istəyirəm, uşağımı mənə göstərmirsən. Mən də elə bir yerlərə baş vurmuşam ki, rəsmiyə sən uduzmusan onsuz. Uduzmusan, prosto məğlubiyyəti sən qəbul eləmək istəmirsən. İnşallah ki, qanun onu səni göstərəcək, Allah onu səni göstərəcək. Hər şey ortaya çıxacaq. Qısa bir müddət ərzində mən uşağıma qovuşacağam. Sən bundan sonra elə bir addım atmağa çalış ki, heç olmasa insanların tüpürüyünə, o türklərin bir sözü var, tüpürüyünə maruz qalmayasan. Sən də insanların tüpürcəyinə məruz qalmayasan. Sən elə bir addım at. Bundan sonra elə bir hərəkət elə ki, ən azından bura qədər elədiyin şeytanlıqları cəmaət hardasa bağışlasın ki, bir səhv idi, gəldi bura qədər qızını müdafiə eləmək istədi, amma bundan sonra ağıllandı. Bax, sənin birbaşa sənin özünə deyirəm, şəxsinə deyirəm sən. Bundan sonra ağıllandı. Mən səni təhqir eləmirəm, amma yenə deyirəm, sən bunu hüquq mühafizə orqanlarına versən belə, bununla bağlı mənə bir cinayət işi və yaxud da ki, bir məsuliyyətə mən cəlb olunmaram, çünki mən səni təhqir eləmirəm. Sən məni 2 ildir, bax bu qızımdan. Evet arkadaşlar. Gözlə, mən səni göstərəcəm. Bax, sən məni 2 ildir bu qızımdan məhrum eləmişsən. Orada mən hansı formada qızımla xoşbəxtəm, hansı formada mən qızımla əylənirəm, bunu hamı bilir. Sən cəmaata fırıllaq gəlməklə, sən cəmaata yalan danışmaqla dör. Sən otur, özə bir çəki düzən ver, bir ağılı işlət ki, gör mən hansı addım atıram, bunun axırı nə ola bilər, mənə ziyanı nə ola bilər ki, onsuz da bugünə qədər ziyandasan. Bugünə qədər mənə elədiyin təzyiqlərə qarşı, təsirlərə görə onsa sən ziyandasan, uduzmusan, sən uduzmağı məğlubiyyəti sən qəbul eləmirsən. Sənin qızın çıxıb gedib Türkiyəyə, burada hegemonluğu sən eləyirsən. Daverini salmışsan qızından, qızının yerinə məhkəmələrdə iştirak eləmək, nə bilim, gəlib icra probasiya şöbəsində iştirak eləmək, nə bilim, alimenti tələb eləmək. Sən kimsən ki? Sən kimsən məndən aliment tələb edirsən? Mənim uşağımın biri məndə olurlar. Qarşı tərəfdəki, sizdəki qızımı mənə göstərməyə göstərməyəm. Sən utanmırsan. Adamda bir abır həya olar da. Mən səndən o vaxt razı olaram ki, Əsmanura görə mən aliment ödəyim. Səndəki mənə göstərmədiyin uşağıma görə mən aliment ödəyim. Sən məndəki uşağa görə də aliment. Sən deməli görməmişsən. Bu belə çıxır ki, sən görməmişliyin əlamətlərindən biridir bu. Onsuz da borcun xərcin içində batırsınız. Necə ki, cəmaata deyir. Mən bunu niyə açıq deyirəm burada? Qorxmuram heç nədən. Çünki mənim əlimdə sübutlar var. Daskanalını qoyaram, ruslar demiş sənin gözünün qabağına ki, kimlərə nə demisən, Ruhinin bizə borcu var haqqında. Çünki güya ki, Ruhin bizi borca saldı, güya ki, Ruhin bizi işə saldı. Buna görə də mən məcburam ki, hər şeyi burada etiraf edeyim. Sənin bu saat, sənin qızının el aləmə 100 minlərlə borcunuz var deyə, bu saat sən istəyirsən ki, bir manat da olsa sənin üçün böyük bir şeydir. Səndəki uşağın alimentini məndən tələb eləmək ayrı, məndəki uşağın alimentini də görməmiş deyə salıb, sən gedib icra probasiya şöbəsindəki mahir müəllimə, icra məmuruna tələb elə, xahiş yox, sən tələb eləmirsən ki, o Ruhindəki uşağın da alimenti. Fikirləşərdin ki, bu uşağa onsuz da Ruhim baxır da, mən bundan nə aliment, Həbibin alimentini mən niyə Ruhindən istəyim? Bu vicdan səndə yoxdur, bu düşüncə səndə yoxdur. İndi başqa şeylərə keçmək istəmirəm, cəmaət səni onsuz da yaxşı tanıyır. Onu da deyim ki, dostlar, mən 3900 manat mənim alimentim var. Qeyri-qanuni yazılmış alimentdir bu. Yenə burada iddia edirəm. Uşağın biri məndə, biri qarşı tərəfdə. Hər iki uşağa aliment yazıblar. Məndə olan uşağa da yazıblar. Ayda 300 manat. 150 birində, 150 də birdə. 3900 manat məndə aliment yazılıb. 2023-ün iyun ayından Həbib məndədir, öz oğlum. 2023-ün iyun ayından mən qarşı tərəfdəki Əsma Nurumu, öz qızımı görə bilmirəm.
Rəsmiyə gedib ayağını belə diriyib icra probasiya şöbəsində ki, ona da ki, xoş müamilə ediblər ki, niyəsə onu da bilmirəm ki, Ruhinin bizə aliment borcu var, vermir. Adam utanır, adamda bir yenə deyirəm, abır olar, adamda bir həya olar ki, mən uşağım heç olmasa Əsmanura, heç olmasa fikirləşməlisən ki, mən bir dənə Əsmanura mən aliment tələb edeyim də. Həbib onsuz da Ruhi ilə yaşayır. Onun bütün xərcini, onun bütün xəsarətini Ruhini çəkir. Halal xoşlar olsun, söhbət ondan getmir. Amma ki, insanlıqdan gedir də söhbət. Sən götürüb Əsmanurun alimentindən bir yerdə Həbibin alimentinə görə məni diriyirsən. 2000 manat mən pul göndərmişəm sənə ki, Allah rəsmiyə bu 2000 manatı ye. Mən bilirəm ki, o 2000 manatı sən mənim uşağıma xərcləməyəsən. Sən öz borcuna verəsən, öz qızının borcuna verəsən. O puldan mənim uşağıma heç nə çatmayacaq. Amma ki, adam bir düşünər, bir adamda bir ağır olar da ki, adam özündə ağrı, o ağrı hiss eləyər ki, mən heç olmasa bir dənə uşağın pulunu alım, o uşağa da mən baxıram deyə. Nə qədər də ki, o pulu mən uşağa xərcləməyəcəm. Heç olmasa Əsmanurun mən alimentini tələb edeyim Ruhindən. Sən götürüb mənlə yaşaya-yaşaya, onun bütün xərclərini mən çəkə-çəkə, Həbibin alimentini də ayağı dirəmirsən ki, yox 3900 manatın hamısını versin Ruhin. Ondan sonra Ruhi ilə bağlı axtarışı biz onun üzərindən götürək. Sən busan da, sənin bundan başqa indi sən baxırsan videoya, sənin oğlun baxır, sənin həyat yoldaşın baxır, məni qınayırsınız, amma elə deyil. Camaat da sizi qınayır. Bunu birbaşa buradan deyirəm. Bunu da elə olduğu kimi də qəbul elə, eləsən də, eləməsən də hamı hər şeyi olduğu kimi qəbul eləyir. Ay rəsmiyə. Gəzən xeyrə qalsın, yat, yata bilirsənsə.